Salam kanalımın değerli izleyicileri, hoş gördük her birinizi. Bugün sizlerle birlikte Azerbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanan fizika sınaq imtahanının suallarına baxacağıq. Əslində suallar çox sadə, asan suallardır. Sadəcə bəzi yerlərdə mənim fikrimcə cavab səhvləri var. Elə isə gəlin birlikdə baxaq sualların izahına. Başlayaq birinci sualdan. Summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin. Summativ qiymətləndirməni soruşur. Elə isə baxaq. Şagirdin təlim nailiyyətinin ölçülməsinə xidmət edir. Bəli, şagirdin təlim nailiyyətini ölçən summativ qiymətləndirmədir. Biz qeyd etmişdik ki, nailiyyət summativə aiddir, fəaliyyət formativə. Cavab A variantı. İkinci, yalnız qiymətləndirmə deyil, həmçinin dərsi müşahidə edən prosesdir. Dərsi müşahidə edən proses formativ qiymətləndirmədir. Hətta müşahidə bəzən açar söz kimi götürürük. Növbəti, şagirdlərin təlim inkişafını izləmək məqsədi ilə aparılır. Əlbəttə ki, bu da formativ qiymətləndirmədir. Şagirdin inkişafını davamlı izləyib hədəfə çatdıran qiymətləndirmə formativdir. İl ərzində davamlı olaraq aparılır. Bəli, bu da formativ qiymətləndirmədir. Çünki dərs boyu davamlı şəkildə aparılan formativ qiymətləndirmədir. Növbəti, qiymətləndirmə meyarları mövzuya və dərs ərzində edilən tapşırığa əsasən hazırlanır. Bu da yanlışdır. Cavab A variantı. Təlim nailiyyətinin ölçülməsinə xidmət edir summativ qiymətləndirmə. İkinci sual. Müəllim valideynlə olan söhbətə görə şagirdə bütün sinifin qarşısında irad bildirir. Bu davranış müəllimdə hansı bacarığın zəifliyindən xəbər verir? Deməli, burada kimdən söhbət gedir? İlk öncə sualı oxuyarkən tam diqqətli olub nümunəyə köklənməlisiniz. Situasiyada müəllim valideyn şagirddən söhbət gedir. A variantına nəzərdən keçirək. Sinifi səmərəli idarə etmə bacarığı. Xeyr, burada qayda və prosedur pozğunluğu yoxdur. Bu yanlışdır. C. B variantı. Həmkarları ilə münasibət qurmaq. Bəli, burada da həmkar yoxdur. Yəni, müəllim, iş yoldaşı, həmkarı burada keçmədiyi üçün, nümunədə olmadığı üçün bu yanlışdır. Səmərəli müəllim-şagird münasibəti qurmaq bacarığı. Bəli, müəllimdə şagirdlə münasibət, düzgün münasibət qura bilmək bacarığı zəifdir. Ona görə bütün sinifin qarşısında şagirdi danlayır, ona iradı bildirir. Cavab C variantı. Səmərəli əməkdaşlıq mühiti qurmaq bacarığı. Əlbəttə ki, burada nümunəyə baxsaq, əməkdaşlıqdan söhbət getmir. Bu yanlışdır. D. Təlim nəticələrini düzgün formalaşdırmaq bacarığı, yəni bundan da söhbət getmədiyi üçün yanlışdır. Cavab C variantı. Keçək növbəti suala. Dərs zamanı şagirdlər mövzunu müzakirə edərkən bir-birini dinləmir, fikir bildirərkən bir-birinin sözünü kəsir və ümumi ünsiyyət zamanı nizamsızlıq müşahidə olunur. Bu hal sinifin idarə olunması ilə bağlı hansı problemi göstərir? Deməli, burada şagirdlər bir-birinin fikrini kəsirsə, bir-birini sonacan dinləmirsə, ümumi ünsiyyət zamanı nizamsızlıq müşahidə olunursa, əlbəttə ki, bu müəllimin sinifdə yaratmadığı qayda və prosedurlardır. Və bu nümunə müəllimin reaktiv müəllim olduğunu göstərir. Sinifdə qayda və prosedurlar tətbiq olunmursa, o sinif reaktiv müəllim yanaşması altındadır. Cavab B variantı. A-ya baxaq. Şagirdlərin ciddi davranış pozuntuları mövcuddur. Xeyr, davranış pozuntusu nümunəmizə uyğun gəlmir. C. Şagirdlər arasında şəxsi konfliktlər hökm sürür. Xeyr, konflikt də yoxdur burada. D. Sinifdə təhlükəsizlik və dəstəkləyici mühit formalaşmamışdır. Təhlükəsizlik də burada ondan da söhbət getmir, yanlışdır. Müəllim-şagird münasibətli qarşılıqlı hörmətə əsaslanmır. Bu da yanlışdır. Çünki burada şagirdlər bir-birinin sözünü kəsir, bir-birini dinləmir. Müəllim-şagird münasibəti deyil. Cavab B variantı.
sinifdə qayda və prosedurlar tətbiq olunmasa, o sinif düzgün idarə olunmaz. Keçək növbəti suala. Siz evdə suyu elektrikli çaydanda bir neçə dəfə qaynadırsınız. Deməli, bu icra olunan bir işdir, xüsusən də evdə. Gün ərzində bu proses üçün elektrik enerjisi sərfiyyatını və bunun ailə büdcəsinə nə qədər təsir etdiyini müəyyənləşdirin. Ailə büdcəsini təsirini deyirsə, burada əlbəttə ki, riyaziyyat götürə bilərik, əlaqələndirə bilərik və qaynama deyək ki, elektrik enerjisi qaynama fizika ilə əlaqəli ola bilər. Bu fənlər arasıdır. Əslində bunu yalnız fənlər arası götürüblər, amma düzgün deyil mənim fikrimcə. Çünki burada fən üstü də var. Çünki bu proses evdə baş verir. İcra olunur evdə. Evdə gün ərzində onu müşahidə edir şagird. Buna görə mənim fikrimcə cavab fən üstü və fənlər arasıdır. Keçək növbəti suala. Fərziyyənizin doğru olduğunu qarşı tərəfə inandırmaq və arqument toplamaq üçün internetdə araşdırma aparın. Tapşırığı Bloom taksonomiyasının hansı mərhələsinə aiddir? Əlbəttə ki, bu fərziyyənizin, fikrinizin, mövqeyinizin sizə aid olan bir fikri araşdırıb təsdiqləyirsinizsə, bu dəyərləndirmədir. Yəni siz öz fikrinizi, sizə aid olan mövqeyini, arqument toplayırsınızsa, bu dəyərləndirmədir. Yox desəydi ki, Nizami Gəncəvinin fərziyyələrin doğru olub olmadığını müəyyənləşdirin, bu artıq sizin fikriniz deyil. Ona görə bu zaman olardı təhlil. Amma söz, fikir sizə aiddirsə, fərziyyəniz sizə aiddirsə, bu dəyərləndirmə mərhələsidir. Cavab B variantı. Elə isə keçək növbəti suala. Tənqidi düşüncənin yaradıcı düşüncədən fərqi hansıdır? Tənqidi düşüncə A variantına baxaq. Tənqidi təfəkkür mövcud ideyaların təhlilini, yaradıcı təfəkkür yeni ideyaların yaradılmasına itva edir. Bəli, tənqidi təfəkkür ideyaları təhlil edir. Yaradıcı təfəkkür də yeni ideyalar, yeni bacarıqlar formalaşdırır. Cavab A variantı. B. Yaradıcı təfəkkür əzbərləməyi, xeyr, yanlışdır. Tənqidi düşüncə problemin həllini nəzərdə tutur. Yanlışdır. Tənqidi düşüncə uyğunluğa diqqət yetirir. Yaradıcı isə orijinallığı qiymətləndirir. Yanlışdır. Hər ikisi innovasiya ilə nəticələnir. Bu da yanlışdır. Yaradıcı düşüncə pasiv, tənqidi düşüncə isə aktivdir. Xeyr, bunların hər ikisi aktivdir. Yaradıcı düşüncə pasiv deyil. Bu da yanlışdır. Cavab A variantı. Keçək növbəti sualımıza. Şagird populyar nəzəriyyə ilə razılaşmadığını bildirir və fikrini əsaslandırır. Müəllimin hansı addımı şagirdin tənqidi təfəkkürünü daha da inkişaf etdirər? Şagirdin populyar nəzəriyyə ilə razılaşmadığını bildirir və fikrini əsaslandırır. A. Hörmətlə yanaşmaq və dərsi davam etdirmək. Bu yanlışdır. Yəni sən razılaşmırsan, tamam, okey, mən dərsi davam edim. Bu yanlışdır. Növbəti, şagirdi siniflə müzakirəyə yönəltmək. Əlbəttə ki, bu doğrudur. Onu qəbul etmirsə, ümumi müzakirəyə çıxarda bilərik. Fikirləri əsaslandırmalarını tələb edə bilərik. B variantı doğrudur. Arqumentlərlə fikrinin əsassız olduğunu sübut etmək. Bu da yanlışdır, çünki sən səhv deyirsən, yanlış düşüncədəsən deyə bilmərik şagirdə. Təsdiqlənmiş nəzəriyyələri sorğulamadan qəbul etməyi izah etmək yanlışdır. Fikri fərdi şəkildə sonra müzakirə etməyi təklif etmək. Bu da yanlışdır. Cavab B variantı daha çox uyğun gəlir. Keçək növbəti suala. Müəllim soruşur. Komanda üzvlərindən biri işə az fayda verir. Çalışmaq istəmir. Neyniyir? Bu şagird çalışmaq istəmir. Problemi həll etmək üçün nə edərdin? Şagirdin hansı cavabı onda effektiv problemi həll etmə bacarığının olduğunu göstərir? A. Müzakirə üçün komanda toplantısı təşkil edərdim. B.
Tapşırıqları potensiala uyğun bölüşdürərdim. Bu yanlışdır, çünki əgər burada yazsaydı ki, şagird çətinlik çəkir, şagird başa düşməyib, şagird edə bilmir, səviyyəsinə uyğun deyil, o zaman onların potensialına uyğun çalışmaları bölüşdürərdim. Bu yanlışdır. C. Görüləcək işləri dəqiqləşdirərdim. Yanlışdır. D. Fəal üzvdən dəstək istərdim. Yanlışdır. Y. Hesabat təqdim etməyi təşviq edərdim. Bu da yanlışdır. Doğru variant A variantı. Müzakirə üçün komanda toplantısı təşkil edərdim və onun niyə çalışmaq istəmədiyini, problemin nə olduğunu müəyyən edərdik. Cavab A variantı. Keçək növbəti suala. Fizika müəllimi müşahidə edir ki, şagirdlərin rəqəmsal savadlılığı aşağı səviyyədədir. Bu problemi aradan qaldırmaq üçün hansı addımı atmaq səmərəlidir? A. Rəqəmsal bacarıqları dərsə inteqrasiya etmək üçün şagirdlərə müxtəlif elektron platformalardan istifadə edərək araşdırma aparmağı tapşıra bilər. Deməli, burada müəllim şagirdə elə tapşırıq verir ki, şagird o tapşırığı elektron platformalardan istifadə edərək araşdırır. Əlbəttə ki, A variantı bu problemi aradan qaldırmaq üçün düzgün məqsəd yönlü nümunədir. B. Şagirdlərə onlayn resursların və elektron vasitələrin siyahısını təqdim edə bilər ki, şagirdlər təşəbbüs göstərərək araşdırma zamanı onlardan istifadə etsin. Siyahı təqdim etməkdənsə birinci daha doğrudur, yanlışdır B. İkinci, rəqəmsal bacarıqları yüksək olan şagirdləri digər şagirdlərə nümunə göstərə və onlardan öyrənmələrini tapşıra bilər. Bu yanlışdır. Bax, filankəs səndən daha güclüdür, sən heç nə bilmirsən. Gözünə su ver kimi ifadələr işlətmək doğru deyil. C yanlışdır. D. Dərsdənkənar seminar təşkil edib həmin şagirdləri və valideynləri birlikdə öyrənməyə təşviq etmək məqsədə uyğun olar. Xeyr, burada söhbət şagirdin rəqəmsal savadlığın aşağı səviyyədə olmasından gedir. Y. Rəqəmsal bacarıqların formalaşdırılmasına aid olan mövzuları proqrama əlavə edərək buna zaman ayıra bir neçə dərsi buna həsr edə bilər. Sırf o rəqəmsal bacarıqları əhatə edən mövzular da düzgün deyil. Cavab A variantı. Dərsimizi rəqəmsal bacarıqları inteqrasiya edərək şagirdlərə tapşırığı platformalar üzərindən etmələrini tapşıra bilərik. A variantı daha məqsədə uyğundur. Bəli, sınağımızın izahı bu qədər. Əgər izahdan yararlana bildinizsə, zəhmət olmasa videonu bəyənib kanala abunə olmağı və dəyərli fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Növbəti ixtisasların da test izahı veriləcək. İzləmədə qalın. Təşəkkür edirəm.